Gördüğünüz gibi biz hal-hazırda Candar kəndindəyik və Candar kəndində insanlar demək olar ki, axın-axın bura gəlirlər. Və bunun da bir səbəbi var ki, burada olan bir ağacın ziyarətinə gəlirlər. Biz də elə bu məsələ ilə bağlı bura gəldik ki, görək bu nədir və insanların özündən bu gəlişin səbəbini öyrənmək istədik. Havanın yağışlı olmasına baxmayaraq, insanların bura başqa-başqa kənd və şəhərlərdən axın-axın gəlməsi və bu ağacın altında qurbanların kəsilməsi insanı heyrətləndirir. Amma yəni o vaxt müşriklərin etdiklərini bu gün də davam etdirirlər. Elə bilmən ki, bu gün bütlər yoxdur. O vaxtki müşriklərin etdiklərini bu gün də davam edirlər. Sadəcə adlar dəyişib. Baxın, burada yazılır ki, Çinar ziyarəti. Burada olan bir ağacın ziyarətinə gəlirlər. Yəni Allahın Rəsulü deyir ki, "Lə tuşaddur rihal illə ilə sələsi məsəcid." 3 məsciddən başqa yerə nədir? Ziyarət üçün minihlər yüklənməz, ziyarət edilməz. Haradır? Məscidül Haram, Məkkədəki, Məscidül Aqsa, Aqsa məscidi, bir də Məscidi Həzə, bir də Mədinədəki Peyğəmbər məscidi. Bundan başqa sən yəni əgər bir yeri ziyarətgah olaraq uydurdunsa, bu artıq İslam deyil. Sən özündən din çıxartdın. Çünki ziyarət nə? Ziyarət bu inancdır, ibadətdir bunlar. Bunlar ancaq şəriətə, dinə əsasən olmalıdır. Bunlar yazır Çinar ziyarəti. Hər il martın 22-sində Candar kəndində, Candar kəndi bilirsiniz də? Hə. Çinar deyilən yerdə ətraf kəndlərdən və qonşu rayonlardan cəmaət axın-axın yığılıb bayram şənliyi keçirirlər. Demək olar ki, axın-axın bura gəlirlər. Kimi qurban kəsir, bu ağacın altında qurbanların kəsilməsi, kimi şam yandırır, kimi niyyət edir. Bura gələn insanlar ağacdan diləklərinin qəbul olunmasını istəyirlər. Sonra deyir ki, bəlkə də dünyanın heç yerində olmayan bir ant var, Çinarda, Çinar haqqı. Allah Peyğəmbər sözündə deyir, mən həlfə bi qeyrilə fəqət əşrak. Kim Allahdan başqasına and isə artıq şirk qoşar. Burada deyir ki, nədir? Çinar haqqı. Bu andı dilinə gətirən candarlıların deyir, sözünün doğruluğuna şübhə olmaz. Deyir ki, sonra deyir, bu inamın formalaşması tarixi həqiqətlərdən süzülüb gedir. Süzülüb gəlir. Bu inamın formalaşması tarixi həqiqətlərdən, dini həqiqətlərdən yox, tarixi həqiqətlərdən süzülüb gəlir.